Herkese salam. Kanalıma hoş geldiniz. Bugün yeni bir vloga başlayıram. Kanalımda bu tipli videoların davamı gələcəkdir. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Bugünkü vlogumda gündəlik həyatımdan bir hissəni sizlərlə paylaşıram. Mənim yaxında toyum olacaq və bunun üçün də bir neçə cehiz mağazalarına gedib məhsullarla tanış olmaq istədim və sizlərlə də paylaşacağam. Sadəcə bəzi mağazalarda məhsulların çəkilişinə icazə vermədikləri üçün sizə çəkib göstərə bilmədim. Lakin hansı məhsulları almışamsa vlogun sonunda sizlərə açıb göstərəcəyəm. Hal-hazırda bu şəhərə getdiyimiz yoldur və istədim ki, bu gözəl təbiət mənzərəsini siz də görəsiniz. Vloglarım maraqlı olduğunu düşünürəm. Sizin də xoşunuza gəlirsə bəyənməyi və like etməyi unutmayın. Gəlin təbiət mənzərəsinə biraz baxaq, ondan sonra keçək vlogumuza. Burada artıq mağazaya gəldik. Mən artıq çaydan aldığım üçün yeni bir çaydan almadım. Lakin sizlər üçün qiymətləri çəkdim ki, tanış olasınız. Yəni qiymətlər münasib idi bu mağazada, digər mağazalara nisbətən. Belə armudu stəkanlar var idi. Mən özümə almışam deyə artıq onları almadım. Bu qazandan da almışam, sarı rəngi olandan 3 dənə. Və qiymətləri bu mağazanın həqiqətən çox münasibdir. Belə qablar var idi, 5 manata, gözəl idi. Daha sonra belə balaca salat və yaxud da hər hansısa bir şey qoymaq üçün də qablar var idi. Bu ədyallar çox ucuz idi. Yəni belə deyim ki, burada göstərdiyim ədyallar cəmi 5 manat idi. 5 manat. Cütlər isə 10 manatdan başlayırdı qiyməti. Burada da belə müxtəlif qablar var, göstərirəm, amma mən bunları almadım. Başqa fərqli tipdə qablar almışam. Burada da stəkanlar var, gündəlik istifadə üçün də var, qonaqlıq üçün də var. Artıq gəlmişəm evə və qış paltarlarımı yığmağa qərar verdim. Bu mənim qışda geyindiyim kurtkalarımdan biridir. Amma mənə ölçüsü biraz böyük gəldiyi üçün demək olar ki, bir və yaxud da 2 dəfə geyinmişəm. Bunları artıq yığıb yay paltarlarını çıxartmağın vaxtıdır. Belə bir paltom var. Bunu çox sevərək geyinirəm. Bir neçə dəfə hətta yuyulmağına baxmayaraq materialı o qədər gözəldir ki, mən bunu tikdirmişəm. Qatladım, qoydum səliqə ilə. Vlogumuza davam edək. Digər məhsulları da sizlərə göstərim. Yəni özümün paltarlarımdır. Bunu da mən Trendyoldan vurmuşdum, balonka. Və materialı gözəldir, nazikdir. Yəni əsasən aprel-mart aylarında geyinmək üçün uyğundur və çox münasib qiymətə. Təxminən 25 manata vurmuşdum. Bu da mənim ən çox sevdiyim pijamalarımdan biridir. Qış üçün almışdım və həm rəngi, burada rəngi biraz daha açıq düşüb. Rəngi, materialı çox gözəldir. Bu dəst şəklindədir. Altında şalvarı da var. Bir də belə bir pijamam var. Bunu da yenə mən dəst şəklində almışdım. Bunda material çox gözəldir. Mən qışda çox üşüyən bir insan olduğum üçün qalın pijamalar alıram. Bu da elə idi. Həqiqətən çox gözəl materialı var. Dəfələrlə yuyulmağına baxmayaraq çöpklənmə və rəngi getmə olmur. Və qışda ən çox sevdiyim, sevərək istifadə etdiyim şalım. Bunu çox ucuz qiymətə almışdım. Yəni təxminən 10 manata. Və həqiqətən çox sevərək istifadə edirəm. Keyfiyyəti çox gözəl idi. Burada artıq demək olar ki, yerləşmir paltarlarım. Qoyuram səbətə. İndi davam edək vlogumuza. Belə bir koftam var ki, hansı ki bunu mən Trendyoldan zakaz etmişəm. Təxmini 13 manata zakaz etmişdim. Rəngi burada biraz daha açıq düşür, amma tünd qəhvəyi rəngdir. İçi də yenə qalın, mənim tam istədiyim kimi çox gözəldir. Soyuq qış aylarında əsl geyiniləsi paltardır. Bunu da yenə Trendyoldan sifariş etmişəm. Cəmi bir dəfə geyindim. Yenə bunun da materialı çox gözəldir. Çox münasib qiymətə sifariş etdim. Hardasa təxminən 15 ya 16 manata endirmə düşmüşdü. Burada rəngi biraz tündür, amma belə deyim ki, sini rəngdir. Material da çox gözəldir. Mən Trendyoldan aldığım məhsulları ümumiyyətlə çox bəyənirəm. Yenə bu pijamanı da
Trendyoldan almışdım, amma heç geyinməmişəm. Çünki pijamam çoxdur deyə, yəni buna sıra gəlməyib. Amma material çox gözəldir. Bunu da endirimdə 13 manata almışdım. Amma heç geyinməmişəm. Rəngi, materialı o qədər gözəldir ki, yəni məsləhət görürəm ki, alın. Bunun markası da Pijama Evi. Yəqin ki, çoxunuz Trendyolda görmüsünüz, oradan almışam. Onların pijamaları həqiqətən çox gözəl olur. Yəni sizlərə də məsləhət görürəm ki, ala bilərsiniz. Bu da yenə mənim bu qışı çox sevərək geyindiyim pijamalarımdan biridir. Çox qalın deyil, amma nazik də deyil. Çox gözəl. Yəni bəyənirəm, bəyənərək geyinirəm, amma bunda vaxtı keçdiyi üçün artıq yığılır, yay paltarları çıxacaqdı. Ona görə bunu da qatlayıb qoyuram yerinə. Və bu paltarları yığarkən qabağıma çıxdı. Mən universiteti bitirərkən bu paltarı tikdirmişdim və hələ də xatirə olaraq saxlayıram. Çox sevərək bu paltarı tikdirmişdim, rəngi və s. İllər necə də tez keçir. Artıq 2023-cü ildən 3 il keçib universiteti bitirəli. Amma dünən kimi yadımdadır bu paltarı geyindiyim və həvəslə məzuniyyətimə hazırlaşdığım gün. Universitet həyatı çox gözəl idi. Orada çox gözəl, dəyərli dostlar qazandım. Bu şalvarı da yenə Trendyoldan almışdım, amma bu şalvarın hal-hazırda Trendyol'dakı qiyməti 45 manatdır. Hərdən 30 manata düşür, amma ondan aşağı düşdüyünü görməmişəm. Amma mən bunu cəmi 10 manata almışdım. 10 ya 9 manata endirimlə almışdım. Yəni şəkildə biraz daha videoda rəngi açıq düşür, amma tünd rəngdir və yay aylarında geyinmək üçün çox sərin. Yəni yaz aylarında əsasən də geyinmək üçün çox gözəldir. Yəni boş modeldir. Mən S razmerini almışdım. S belə mənə yəni geniş oldu. Çox gözəl material var, yəni endirmə düşəndə ala bilərsiniz. Trendyol Milladan almışdım bu şalvarı mən. Ümumiyyətlə onun məhsulları çox gözəl olur. Trendyoldan aldığım məhsullardan peşman olmamışam. Evdə oturmaqdan sıxıldığım üçün bağa getmək qərarına gəldim və bağda gördüm ki, anam belə bağ işləri görür. Mən də onu vloqa çəkmək istədim. Yayları gələndən təbiət gözəlləşibdir. Mən də istədim ki, bunu da sizə vlog əlavə edim, maraqlı olsun. Belə bağımızı çəkdim. Burada çiyələm də basırmışıq. Çiçək açıb hətta. Çox gözəldilər. Ümumiyyətlə, insan təbiətdə huzur tapır. Yəni belə mən hərdən gəlirəm, bağda otururam, sakitçilikdə, sadəcə beynimi dinləyirəm. Baxdım, gördüm ki, lalə çiçək açıb. Onu da çəkib sizə göstərmək istədim vlogumda. Burada isə artıq evə gəlmişəm və dünən aldığım bir neçə cehizlik məhsulları sizə göstərmək istəyirəm. Bunların bəzilərini dünən, bəzilərini isə daha əvvəllər almışam. Məsələn, bu məhsulu dünən mağazada görəndə çox bəyəndim və almaq qərarına gəldim. Görünüşü xoşuma gəldi. Yəni normalda mən qızılı əşyaları sevmirəm, amma görünüşünü sevdiyim üçün almaq qərarına gəldim. Gözəl idi. Qiyməti də o qədər baha deyildi. Yəni təxminən 50 manat aldım. Burada isə dünən aldığım əşyalardan biri də mürəbbə qabı idi. 4 dənəlik aldım və çox gözəldir. Bunu mən Instagramda görmüşdüm. Mağazada görən kimi almaq qərarına gəldim. Görünüşü və süfrədə duruşu çox estetikdir. Ona görə də qərara gəldim ki, bunu alım və sizə də vlogda göstərim. Yəni münasib qiymət aldım. 4 dənəsinə təxminən 18 manat verdim. Bu şəkildə. Burada da yığışdırıb qutusuna qoyuram. Mən bunları gündəlik istifadə üçün almışam. Yəni gündəlik istifadə üçün aldığımız qablara çox da böyük pullar verməyin tərəfdarı deyiləm. Yəni siz necə düşünürsünüz? Fikirlərinizi yorumlarda yazarsınız. Yəni gündəlik istifadə üçün daha münasib qiymətli qablar almışam. Bu meyvə qabını da yenə gündəlik istifadə üçün almışam. Çox münasib qiymət aldım. Bunu da yenə dünən sadəcə 3 qab aldım.
Qalanlarını isə indi paylaşacağım. Bir də belə bir sos qabı aldım. Qiyməti çox münasib idi. Yenə gündəlik istifadə üçün 2 dənəsini 2 manat 50 qəpiyə aldım. Yenə istifadə üçün münasibdir, gözəldir, bəyəndim. Dünən ancaq bu videoda göstərdiyim qabları aldım. Başqa xoşuma gələn bir qab olmadığı üçün almadım. Bir çox mağazalarda bağlı idi deyə daha çoxlarına girə bilmədik. Növbəti vloglarda yeni aldıqlarımı paylaşacağım. Bunu isə daha əvvəllər, təxmini keçən il Trendyoldan sifariş etmişdim. Soğan, sarımsaq və kartof saxlamaq üçün qabdır. Trendyoldan təxmini 35 manata sifariş vermişdim. Materialı ölçüsü gözəldir. Sadəcə ölçəri biraz kiçikdir, belə deyim ki. İndi vlogda da özünüz görəcəksiniz. Amma mətbəxə qoymaq üçün çox Pinterest tərzi estetik qablardır. Mənim də belə qablardan xoşum gəldiyi üçün endirim vaxtı sifariş vermişdim. Amma hal-hazırki qiymətinə baxmamışam. Amma qiyməti bahalanmışdı. Ümumiyyətlə, mən cehizlərimin əksəriyyətini Trendyoldan sifariş etdim və sağlam şəkildə də gəldilər. Bu qablar ümumiyyətlə mətbəxə çox gözəl bir görünüş verir. Ona görə də almaq məsləhətlidir. Yəni məcbur deyil, amma ki gözəl qablardır, almaq olar. Yeni yumurtadan ördəklərimiz çıxıb. İstədim bunu da çəkim sizə göstərim. Bu da ana hündüşqamızdır. Bu da onların balalarıdır. Cücə, hündüşqa və ördəklər qarışıq şəkildədir. Bu kənardakı elə yeni çıxıbdı. Burada əlmə alıram. O qədər sevimlidirlər ki, bunlar anamın saxladığı cücələrdir. İstədim ki, çəkim, vloqum maraqlı olsun. Əgər belə videoların vloqumda çox gəlməyini istəyirsinizsə, bəyənirsinizsə, yorumlarda yazmağı unutmayın. Burada da yemək yeyirlər və mən də onları videoya çəkirəm. Vlogumu da burada artıq yekunlaşdırıram. Ümid edirəm ki, maraqlı olubdur. Belə videoların davamı üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun.